Hər vaxtınız xeyir, xoş gördük sizi. Bugün sizə universal qat-qat xəmir hazırlamağı öyrədəcəyəm. Bəlkə də siz bunu məndən də yaxşı eləyirsiniz, amma bilməyənlər öyrənsin. Bizə lazım olan ərzaqları yazmışdım, oxudunuz. Videonun altında da yazıb qoyaram. İndi isə baxın, unu əliyirik, mütləq əliyirik. Çünki burada unun tamamilə təmiz olması lazımdır. Daha sonra bizə soyuq su lazım olacaq. Soyuq suya 1 çay qaşığı duz tökürük və onu əridirik suda. Yenə də təkrar edirəm, suyumuz soyuq olmalıdır. Daha sonra bura hardasa 1 çay qaşığı limon suyu əlavə edirik. Limon suyunuz yoxdursa sirkə də əlavə edə bilərsiniz. Bu xəmirin kövrək olmasını saxlayacaq. Daha sonra bir dənə yumurta lazımdır bizə və onu da bu suya əlavə edib bir balaca qarışdıracağıq. Gördüyünüz kimi ərzaqlar hamısı sadədir və bahalı bir şey yoxdur burada. Ununuz da qiymətini bilirsiniz nə qədərdir? Yarım kilo cəmisi bura un gedəcək və 50 qram 40-50 qram bura yağ tökürük. Yağ işit yağ olsa daha yaxşı olar. Onu bir balaca qızdırın ya əridin və əlavə eləyin xəmirinizin içinə. İndi başlayırıq xəmirimizi yoğurmağa. Əlbəttə əvvəlcə biraz qaşıqla qarışdırın, sonra isə əlinizlə yoğura bilərsiniz. Xəmirimiz çox rahatlıqla yoğurulur, onu çox yoğurmaq lazım deyil. Bir balaca əlinizə yapışmırsa, əlinizdən qopursa, deməli xəmir artıq hazırdır. Bunun nə gəlməyini gözləmək lazımdır, nə bilim, o qədər də ərköyün xəmir deyil də, belə deyək. Gördüyünüz kimi artıq qabın divarlarından da qopur xəmirimiz. Demək olar ki, hazırdır. Bir azacıq masada onu belə bir ki, qaydaya salacağım, yumurlansın. Və daha sonra işimizi davam elətdirəcəyik yağla. İndi hansı yağdan olsa daha yaxşıdır. Əlbəttə, şit yağla olsa daha yaxşıdır. Yox, əgər yoxdursa, yarı şit yağ, yarı margarin götürə bilərsiniz. Buna da gücümüz çatmırsa, onda margarini götürürük. Amma sliviçli margarinlər var da, onlara kərə yağı iyi gəlir onlardan. Onlardan alırıq və 450 qram yağ bizə ancaq xəmirin arasına qoyulan yağ şəklində lazımdır. 50 qram isə xəmirin içinə qatdıq da. Yəni, yarım kilo bizə yağ lazım idi. İndi xəmirimiz biraz dincəlsin. Həmin bu 450 qram yağımızı otaq temperaturuna gətirdik. Bir paketin arasına qoyuruq və bunu qəşəcə elə bil ki, bir lövhə halına gətiririk. Mən indi oxlov deyil bu, mərdanə türk dilindədir. Yenə də Azərbaycanca da bilmirəm, mərdanədirsə, onda mən sizlə razıyam. Mərdanə ilə bu yağı yayıram və çalışıram ki, bu formamız hər tərəfdən, yəni kvadratdır ya 4 bucaqdır, fərq etməz, qalınlığı hər yerdən eyni olsun. Yəni, bir tərəfi qalın, bir tərəfi nazik olanda xəmirimiz də sonra əyri alınacaq. Bu yumuşaq olduğu üçün əlinizlə kulokun paketin hansı hissəsini istəsəniz ora yönəldə bilirsiniz və mərdanənin üstündə də onu düzəldirsiniz tamamilə. Aparıb qoyuruq bunu soyuducuya. Hətta bunu buzluğa qoyuram mən ki, biraz tez bərkisin.
azacıq o tərəfdən əyridir. Ona görə istəyirəm onu düzəldim. Neyse, xəmirdə düzələr o da. Getdik biz buzxanaya. İndi hardasa bir 15-20 dəqiqə keçdi. İndi yağımızı gətirdim, o daş kimidir. Xəmirimizi isə yaymaq lazımdır. Mən videonu əlbəttə tezləşdirdim. Tezləşdirməsəm burada bir neçə saat mənimlə oturmalı olardınız. Əlbəttə heç birinizin o qədər nə vaxtı var, nə imkanı var. Ona görə mən göstərəcəyim indi sizə neçə dəfə yaymaq lazımdır, necə yaymaq lazımdır, necə qatlamaq lazımdır. Çətin deyil, amma vaxt aparan bir şeydir. Çox da adamı yormur. Hər halda bu qoqal yayıb yağlamaqdan ağır deyil də, yəni oradan azı yayırıq. Burada qalın yayacağıq, amma bir neçə dəfə yayacağıq. Baxın, qəşəngcə bunu açırıq. Xəmirimizi yarısına o yağı yerləşdirəcəyik. O birisi yarısıyla isə üstünü qapayacağıq. Ona görə xəmiri o ölçüdə açmalıyıq. Xəmirin tərkibində sirkə olduğu üçün görürsünüz, xəmir necə dartılır indi. Amma bişəndə o belə xırt-xırt eləyəcək və vərəq-vərəq elə bil ki açılacaq. Görürsünüz, yağımız necə bərkdir. İndi onu bu paketin içindən çıxardım. Xəmirin üstünə yerləşdirirəm və digər tərəfi ilə onu qapayıram. Daha sonra lap azacıq iş qalır. Niyə güldüm? Ona görə ki, o azacıq elə vaxt aparan bir şeydir. 4 dəfə bunu yayacağıq. 4 dəfə yayıb qatlayırıq. Deməli, bu bizə nə verir? Baxın, indi 2 lay xəmir var, düzdürmü? Yavaş-yavaş yayırsınız ki, xəmiriniz deşilməsin. Yağ böyürdən oradan-buradan çıxmasın. Bir tərəfdə qalın, bir tərəfdə nazik olmasın. Elə şeylərə fikir versəniz, xəmiriniz belə əla alınacaq. İndi gördüyünüz kimi bunu yaydım. Daha artıq yaymaya ehtiyac yoxdur və bunu qatlayıram. Qatladıqdan sonra bir də başlayıram yaymağa. Əgər içində hiss edirik ki, yağımız hələ soyuqdursa, heç onu soyuducuya qoymuram. Elə başlayıram yenə də yaymağa. Yayıram o vaxta qədər ki, yenə də 4 qat qatlaya bilim. Deməli, birinci dəfə 2 qat xəmir idi. Sonra onu 4-ə qatladıq, oldu 8. Daha sonra bir də 4-ə qatladıq, oldu 32. Daha sonra yenə də 4-ə qatlayacağıq. Bir dəfə də 4-ə qatlayacağıq. Yəni, görürsünüz, burada nə qədər qat əmələ gəlir və arasında yağı var. Çalışırıq, unu çox vurmuruq. Unu çox vursanız xəmiriniz kobud olar biraz. Nişastadan istifadə eləmək olar, amma mən onu ancaq axırda istifadə edirəm. Yenə də görürsünüz, baxın, qatlayıram xəmirimi. Xəmiri çox açmadım. Yenə də 4 yerə qatlayıram. Və artıq yaya bilməyəcəm, aparıb qoyacağım onu soyuducuya. Bir 15-20 dəqiqə. Əgər xəmirimiz kiçik olsaydı. Yox, əgər xəmiriniz mənimki kimi böyüdüsə, hardasa bir yarım saat qalmalıdır soyuducuda. Əgər buzxanaya qoyursunuzsa 10 dəqiqə kifayətdir. Xəmirimi alt üstü unlayıram. İstəsəniz çalafanla da örtə bilərsiniz və qoyuram soyuducuya. Bir balaca üstündən elə bir ki yastılatdım onu. Xəmir soyuducuda qalıb çıxandan sonra elə bir ki özünü buraxmış olur və çox rahatlıqla yayılır. Ona görə mən ona belə imkan verirəm ki, o özünü buraxa bilsin və mən onu rahat yaya bilim. Bunu indi aparıb qoyuram, dediyim kimi buzxanaya, çünki vaxt istəyirəm az geçsin. Buzxanaya qoyanda mütləq çalafan kulubka qoyun, çünki
quruyur orada xəmir. Baxın, buzxanadan gətirdim. Bilirəm ki, mən buna indi mərdanəni vursam, bunu əzib çəkərəm. Biraz əlimlə elə bir yumşaltdım və başlayıram yenə də yaymağa. Eyni üsulla elə o boyda bacarsaz ondan biraz böyle yayırsınız və qatlayırsınız. Qatlamaq lazımdır ki, deməli, xəmirin layı çoxalsın. Qat-qat xəmir eləyirik axı. Bu xəmirdən nə hazırlamaq olar? Soruşa bilərsiniz. Birincisi, mən bunu hazırlayıram. Mənim xətrimə yaman Napolyon düşüb. Napolyon da belə bir şeydir ki, o pişirirlər, o döymə Napolyon, zavarno kremlə. Mən elə Napolyonlara Napolyon demirəm. Heç onları inciməsin. Xanımlarımız, heç onları yemirəm də. Çünki Napolyon olmalıdır əsl qat-qat xəmirdən. O elədiyiniz axı qat-qat xəmirə heç oxşamırdı. Nə qədər çalışsanız, neynəsəniz bu xəmirin yerini verə bilməz. Deməli, mən Napolyon eləyəcəm. Amma ki, bu xəmirdən həm ətli pirajki eləmək olur, qat-qat. Həm kurasan eləmək olur. Həm xaçapuri eləmək olur. Daha nə sayım sizə? Həm cürəbəcür pirojnalar eləmək olur buna. Həddindən artıq yaxşı xəmirdir. Özü də hazırlayırsınız. Mən məsələn 3 yerə böləcəyəm də. Çünki mənə 3 dənə korj lazımdır Napolyoncu. Siz indi istəsəniz 2 yerə bölün, istəsəniz 4 yerə bölün. Onu qəşəngcə qoyun buzxanaya. Haçan lazımdır, onda da çıxardım. Milfo xəmirini gedib alırsınız supermarketdən. Dəhşət qiymətə gətirirsiniz, hazırlayırsınız. Buzxanadan çıxmış xəmirdə, düz deyilmi? Bax, bu da elə eyni ilə. Amma ki, onu saxlamağın qaydası var da. Mən ki 3 yerə böləcəyəm. O 3 yerə böləndə gördüyünüz kimi yayacağım onu. Arasına kağız qoyun, ya streç qoyun. Yumurlayın o oxlov qalınlığında qoyun buzxananıza. Mütləq paketin içinə qoyursunuz. Buzxanaya xəmir elə belə qoymaq olmaz. Orada qupquru quruyar, sonra oxalanar. Amma paketin içində olsa ən yaxşıdır. Zip paketlər var. Onların içində olsa istəyir 6 ay saxlayın, heç bir şey olmur. Nə quruyur, nə bir şey. Açırsınız, 5 dəqiqə saxlayırsınız, donu elə bir açılır. Və salam. Əsas odur ki, ona küt bıçağı dəyməsin. İri bıçaqla, iti bıçaqla qıraqlarınız adını kəsirsiniz. Nə istəyirsiniz, düzəldirsiniz. Hətta kremli trubuçkalar da düzəltmək olur. Nə bilim, yazı çox deyilən xırt-xırt xəmirlər, o KitKat, onlara oxşayan bir şeylər də hazırlamaq olur. Yenə deyirəm, çox universaldır, əlinizdən tutacaq və mənə valla çox sağ ol deyəcəksiniz. Bu xəmir resepti mən uşaqlıqdan, mənim dayım arvadı həmişə pişirərdi Napolyonu. O uşaqlığın ətri gəlir bu xəmirdən elə bil. O həmişə margarini yağla qarışdırardı, yarı-yarıya. Özü də belə hamısını birdən eləməzdi. 3 yerə, 4 yerə bölürdü. Bir-bir olar yayırdı, qoyurdu, xaladilnikə çıxardırdı, yayırdı, qoyurdu, çıxardırdı. Ay aman, ay çaşmayın, bunu gec qoydum, bunu tez qoydum. Amma bir dənə eləyəndə siz çaşmırsınız. Hamısını birdən də biraz yaymaq narahatçılıq eləyir. Çünki qalındır. O bir tərəfdən belə narahatçılıq verirsə, başqa tərəfdən əksinə rahat olursunuz, çaşmırsınız. Baxın, indi demək olar ki, axırıncı dəfə mən yaydım və bunu 3 yerə böləcəyim. Yenə təkrar edirəm, mən Napolyon bişirəcəyim bundan. Mənə 3 dənə korj lazımdır. 4 də eləyə bilərdim, amma 3 eləyəcəm. Sonra qıraqlarını kəsib götürəcəyim ki, o qıraqlarından üstünə apsıqqa eləyim. Yəni əzib səpəcəyim. Korjları isə qıraqları düz olacaq və mənim ürəyim istədiyi kimi alınsa, nə xoşbəxt adam olaram mən. Qarşıdan yeni il gəlir. Yeni il süfrəsinə tort, pirojna istəmədim. Dedim, Napolyon olsun. Bir də ya qismət nə vaxt pişirərəm, mən bunu bilmirəm.
Bu da belə. Bu da bizim xəmirimiz. Deməli, indi bunları bir-bir yayacağım. Bax, bu cürə qatlayacağım. Və qoyacağım 1 sutka qalsın soyuducuda. Buzluqda yox. Çünki mən bunu pişirəcəyim sabah axşam. 1 sutka qalacaq. 1 sutkadan sonra çıxardacağım. Bir-bir yayacağım və pişirəcəyim. Yenə deyirəm, siz saxlamaq fikrindəsinizsə, bax, bu cürə yayırsınız. Əlbəttə, belə yayandan sonra çevirib biraz acıq enini də artırmaq olar bunun. Ya da əksinə, bu cürə baxır, sonra nə pişirəcəksiniz də, bu cürə daha uzun yayırsınız. Arasına ya yağlı kağız qoyun, ya da streç qoyun və yumurlayın. Sonra qoyursunuz paketə. Vəssalam. Mən isə bunların üçünü də ayrı-ayrılıqda paketlərə qoyacağım indi. Çünki bir yerdə qoysam bir-birinə yapışar. Və axırıncısını onu da paketə qoyuram. Çalışın o orada düzgün dursun ki, siz onu götürüb yayanda da sizə əziyyət verməsin. Qıraqlarınıza da əyilməsin. Vəssalam. Şüt tamam. Mənimki 2 gündür qat-qat xəmirdən gəlib, görürsünüz. Çünki çox sevirəm bu xəmiri. Artıq masamızı təmizləyə bilərik və xəmirimizin də şəklini çəkək. Sizlə də yavaş-yavaş xudahafizləşdirək. Arzu edirəm ki, sizdə də hər şey yaxşı alınsın. Bu qənaətin ən, necə deyim, 100%-dən də 100%-idir. Çünki həqiqətən bu xəmirlər dükanlarda bahadır. Özünüz eləsəniz çox baha başa gəlmir. Lakin gözəl şirniyyatlar hazırlaya bilirsiniz bunlardan. Hətta pirajkilər də hazırlaya bilərsiniz. Vaxtınızı aldım. Amma ki, faydalı bir şeylə vaxtınızı aldım. Hələlik sizlə xudahafizləşirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Arzulayıram ki, belə ləzzətli şeylərdən pişirib balalarınıza, ailə üzvlərinizə yedizdirə biləsiniz. Hələlik isə xudahafiz, videoları paylaşın və yenə də sizi gözləyəcəyim. Hələlik.